Paxıl var idi. Bilmirsiniz. Bəli, bəli. Paxıl, qeyri-paxıl var idi. Aha. Paxılın elmi adı nə idi? Paxıla nə deyirdik biz? E, paxılı polyar. Polyar. Qeyri-paxıla da Bir də qeyri-polyar. qeyri-polyar deyirdik. Ayan bizə desin görək, hansı molekulları qeyri-polyar kovalentə aid olurdu Ayan? Hə, Ayan. Qeyri-polyarlar yalnız Aha, bir aha. Element növləri bir olurdu. Elə elementdən məsələn, ibarət olan, məsələn H2, N2, sağ ol. O2, bunlar qeyri-polyardır. Polyar Aha. kovalent rabitə isə bir neçə maddənin, bir neçə elementin birləşməsindən. Amma bu elementlərdən biri metal, biri qeyri-metal ola bilər, yoxsa ikisi də mütləq qeyri-metal olmalıdır? E, İkisi də Bir metal, qeyri-metal bir olmalı. ikisi Yox, qeyri-metal ikisi. olmalıdır. Çünki niyə? Paxıl, qeyri-paxıl söhbəti kovalentə aid. Kovalent iki dənə qeyri-metal arasında olur. Yaxşı? Aha. Sonra Həsənoğlu Zəhra. Zəhra sinifini denən sualımı sənə səsləndirim. 8-ə yeni keçdim. Ay, sağ ol. N2 molekulları azot N2. Orada neçə dənə rabitə var Zəhra? Aralardan neçə dənə çəkir? Necə yəni rabitəsini soruşdun? Bəli, rabitə sayı. Azotla bax 2 dənə n yazırdılar. Ortasına neçə dənə xətt qoyurdular? 1. Bax bir dənə olan flördədir, xlordadır. Yaxşımı? Oksigende 2 dənədir. Bax o hissəyə fikir verərsən dərsdən sonra PDF-dən. Azotda 3 dənədir. Yaxşımı? Azotda n-ların arasında 3 dənə xətt var. Sonra Fidan Qasımlı deyəcək. Fidan polyar molekulla qeyri-polyar molekulu necə başa düşərsən? Necə izah edərsən yoldaşları? İlk öncə belə deyə bilərəm ki, hər ikisi də yəni kovalent rabitəyə aiddir. Yəni onların növləridir. Molekul olaraq isə rabitələr ona görə fərqlənirlər ki, məsələn üçün götürürəm ki, polyar molekul nəyə deyilir? İlk öncə polyarda yenə dediyimiz kimi paxıllıq hissəsi qalacaq. Onlarda dipol yaranır. Elə bir ki, qütblər yaranır. Amma qeyri-polyarda isə dipol yaranmır. Ona görə özünə başqa bir elementi elə bir ki, cəzb eləyə bilmir. Məsələn üçün götürürəm ki, NH3-ü götürürəm. Bunu götürdüyümüz zaman hidrogeni götürdük, qıraqlarına da ki, daha doğrusu azotu götürdük, qıraqlarına da ki, 3 dənə hidrogen qoyduq. Amma biz azotda görürük ki, onun qıraqlarında məsələn üçün də 5 olanda axırda 5 dənə elektron olmalıdır. 5 elektron cütünün hərəsinə birini qoyanda ikisi boş qalır. İkisi də deməli dipol yaradır. Yəni özünə başqa bir elementi cəzb edir. Ona görə paxıllıq yaranır bunda. Amma məsələn boru götürürəm, beriumu götürürəm. Bununla hər hansı bir birləşməni götürəndə isə onda qeyri-polyar yaranır. Çünki onun verəcəyi başqa bir elektron yoxdur. Bəli, məsələn berium H2-də beriumun ikinci qrup elementidir. 2 dənə valent elektronu var. İkisini hidrogen sərf edib. Amma azotun 5 dənə valent elektronu var, 3-ünü sərf edib. Aha, təşəkkürlər. Kim idi? Fidan. Təşəkkürlər Fidan. Sonra Nəcəfova Leyla desin. Leyla, donor-akseptor rabitəsinin olduğu molekullar hansılardır? Donor-akseptor. Orada əgər kovalent rabitə bir atom bölünməmiş elektron cütü digər atomun boş orbitalların hesabına əməl gəlirsə, belə olur. Aha, biri deməli elektron cütünü verir, bir də boş orbitalını verir. Bəs hansı molekulları? Məsələn, tutalım deyirəm. pH3-də varmı? NH4. Bir də təzədən də görüm NH4, sonra NH4, sonra NH4 dəm qazında. Aha, CO-da, bir də H3 odlu. Oda, H3 oda. Tamamilə doğrudur. Sonra Nərgiz mənə desin, Nərgiz sigma və pi rabitələri necə fərqləndiririk? Necə müəllimə? Sigma və pi rabitələri necə fərqləndirək? Nə bilirsən onlar haqqında? Sigma rabitəsi elektron buludları elektron buludları rabitə əmələ gətirən atomlar arasında düz xətt üzrə örtülür. Aha, amma pi rabitəsi isə sonsuzluq işarəsi kimidir. İki atom arasında ikinci və üçüncü kovalent rabitə əmələ gəlmə imkanı olduqda olur. Aha. Bəs belə deyək də, bütün təşkilat rabitələri nə götürəcəksən testdə? Nərgiz? Necə müəllimə? Tək xətləri nə götürəcəksən? Tək xətləri. Tək xətləri sigma götürürük.
Çox Amma xətləri. məsələn, iki xətti olanda Aha. 5 dənə xətt var. İkisi də olur. Onun iki dənədən birini rabitə, birini isə siqma götürür. Amma 3 dənəli olsa, ikisini pi, birini siqma götürürük. Yəni Tamamilə birini götürə doğru. bilirik. Doğrudur Nərgiz. Sonra xanım desin. Xanım eşidirsən məni? Bəli, müəllimə. Hibridləşmənin hansı növləri var xanım? Hibridləşmənin SP var, bir də SP-nin SP2. kvadratı. Yox, kvadrat demə. SP2, bir də SP3. 3. SP, SP2 və SP3 var. Səncə xanım CH4 molekulu, yəni metan qazı var ya CH4. Orada hansı hibridləşmə halı olar? Bir də deyə bilərsiniz? Metan qazı var da CH4. CH4. Orada səncə SP-dirmi, SP2-dirmi, SP3-dürmü? FP3-dür. SP3-dür, bəli, tamamilə doğrudur. Sonra Pərin isə desin. Pərin isə özünü təqdim elə, neçənci sinifsən? Müəllimə 11-ci sinifə keçdim. Aha, indi sən mənə de görüm. SP hibridləşmə halında valent bucağı neçə dərəcə olur qızım? 180 dərəcə. 180 dərəcə olur. Hansı qrup elementlərinə, belə deyək, əksəriyyətində rast gəlinir? Neçənci qrup elementlərində olur ən çox? Əsasən müəllim ikinci qrupda. Ay, sağ ol. Nümunə də göstərək. Məsələn, berelyum. Berelyum, xlor 2. Ay, sağ ol. Sonra Magnezyum. Magnezyum, xlor 3. Olsa xlor 2, yox. İkinci qruplar 2 olur da, ayaqları 2 düşür. Zink xlor 2 elə deyilmi? Bəs yaxşı. Aha, kim var burada? Ramal Əliyev. Ramal özünü təqdim elə zəhmət olmasa. Sinifin desən kifayətdir. Müəllim adım Çiçəkdir, 8-ci sinifə keçdim. Çiçəksən, mən də elə biləm Ramalsın. Keçən dəfə dərsdən Ramal deyirəm sənə. 8-ə keçdin. Yaxşı, onda Çiçək sənə 8-ə keçirsənsə biraz asan sual verim. Kovalent rabitənin iki cür yaranma mexanizmi var. O ilk səhifədə yazılmışdı. Bilmirəm fikir veribsən yoxsa yox. İki cür yaranma mexanizmi. Biri donor akseptordur, o biri nədir? Çiçək. Mübadilə mexanizmi idi Ay, sağ ol, deyəsən. mübadilə ilə. Əla. Bizim bayaq yoldaşımız var idi burada. Qoy görüm adı nə idi? Leyla yoldaşımız var idi. O dedi ki, müəllim, CO-da, H3O-da, bir də NH4-də donor akseptordur. Və ondan başqa bütün kovalentlərin hamısı necə yaranacaq? Mübadilə mexanizmi. Elə? Bəli. Mübadilə mexanizmi ilə yaranır. Bəs kovalent rabitəni mən necə işarə edirəm? 3 nöqtə ilə yoxsa düz xəttlə? Düz xəttlə işarə Düz olunur. Bir də xəttlə. mənim 2 nöqtə ilə deyəsən olurdu. Ay, sağ ol, əla. Bir dənə rabitəni 2 dənə nöqtə, yəni 2 dənə elektron yaradır. Tamamilə doğrudur. Sonra burada var İlkin Kazımov. İlkin özünü təqdim elə, zəhmət olmasa. Neçənci sinifsən? İlkin bizi eşidir. Kazımov İlkin. Sonra Samsung J2 var. Kimdir bu Samsung J2? Öz adından qoşulmayıb, tanımıram. Görək səsini açırmı? Sonra Uğur var. Uğur Famil Bəyli. Samsung J2 adın nədir quzu sənin? Müəllim Cavanşir. Cavanşir, nə qəşəng adın var. Neçənci sinifsən Cavanşir? Mənim 8-ə keçirəm. Mənim üzrlü sayım bu dəfə evdə ola bilməmişəm. Dərsə öyrənə bilməmişəm bu Heç dəfə. nə olmaz. Sən Süleymanın qardaşısan, Cavanşir, yoxsa yox? Bəli. Hə, şad Bəli. oldum. Yaxşı, onda qulaq as, dərsin davamına qulaq asarsan. Uğur Famil Bəyli. Uğur, elə bir tanış gəlirsən mənə. Neçənci sinifsən sən? Mən bayaq danışdım, 8-ci keçirim. 8-ə keçirsən. Aha. Sən hibridləşməni oxuya bilibsən? Sual verə bilərəm oradan sənə. Bəli. Səncə H2O molekulu, su molekulunda hibridləşmənin hansı növü var? SP, SP2 yoxsa SP3? İkinci SP2. H2O SP3-dür. Yaxşı, yadından çıxarma. Yaxşı mı? Bunları sən gələcəkdə öyrənəcəksən. Amma ən azından bəzi terminləri yadında saxlayırsan.
Gələcəyin üçün böyük bir Ha, orada deyəcək. 2 değil, SP2. Yo, SP3-dür. H2 o cədvəl var idi, ha, Uğur. Cədvəl var idi. Cədvəldə qeyd eləmişdi ki, NH3-dür, H2O-dur. Bax, bunlar da SP3 olur. Bir də CH4-də nə olacaq? SP3 olacaq. Yaxşı. SP3. Hələ onların bucaqları da var idi. Yadına qalıbmı? Bucaqlar var idi. Məsələn, H2O-da bucaq 107 idi, yoxsa 104 idi, Uğur? 107 mən. 107 NH3-dədir. Su ən axırda idi. H2O da- Balaca. Ay sağ ol. 104. Yaxşı. Mən H2O ən da balaca 104. dərəcə H2O-dur. Ay sağ ol, bəli. Tamamilə doğrudur. CH4-də CH4-də neçə idi? 109. 109. 109 CH4-də, NH3-də 107, suda da 104. Görürsüz uşaqlar, Uğur hələ balacamızdır. 8-ə təzə keçir, 7-nin materialını bilir, amma bunları öyrənir. Afərin sənə Uğur. Sonra burada Zəhramız var. Zəhra səsini çıxar görüm, sən bizim Zəhrasan, hə? Deyən 9-a keçirsən. Bəli, müəllim, hə. Zəhra, səncə xlor 2 xətti quruluşlu molekul, yoxsa bucaq quruluşludur? Xlor 2. Xlor 2 xətti quruluşlu. Aysa qeyd yerinə yazılmışdı. Hə, bəs P4 P4 bucaq. bucaq, sonra flor 2 Flor 2 xəttidir o. aha, S8 S8 bucaq. sonra bor flor 3 BF3 Bucaq. əla. Sonra Mehdi Məmmədli, Mehdi yenə təkrar da qayıtsaq uşaqlar siniflərinizi təzədən soruşacağam, amma yadımda qalmırsınız. Çünki bir neçə dərsə qoşuram. Hə, Mehdi sənin sinif idin, sən 8 yoxsa 9? Mənim 8-dən 9-a keçirəm. Əla. Sən heç deyən sual verməmişəm, hə Mehdi bayaqdan? Yox, indi verirsiniz. İndi verirəm. Mehdi, ion rabitəsi haqqında nə deyə bilərsən? İon rabitəsi hansı atomlar arasında olur? Qeyri-metallar arasında mı, metallar arasında mı? Mənim qeyri-metallarla metallarla. Qeyri-metallar bir də metallar. Tamamilə doğrudur. Bax, sənə bir dənə sual verim. Qoy bir dənə ekran paylaşımı eləyim. Ya yanında ruçka dəftər varsa qeyd elə. Gözlə ekran